Tahir Hüseynov elçi hekayə. Midhət müəllim evə fikirli qayıtdı. Fəridi təzə süzdüyü çayı ərinin qabağına qoyub soruşdu. Nə olub, yenə qaşqabaqlısan? Yoxsa məktəbdə? Yox, məktəb işi deyil. Cibindən papiros çıxarıb yandırdı, bir-iki qullab vurub tüstünü havaya buraxdı. Əlini üzünə söykəyib gözlərini stəkana dikdi. Elə bil stəkanda üzən çayotunu izləyirdi. Nazik, uzun barmaqlarının arasındakı papirosun tüstüsü asta-asta qalxır, qulaqlarını aşıb çallaşmış uzun saçlarına qarışır, sonra başı dövrəsi tavana yayılırdı. Barmaqlarının qızdığını hiss edəndə əlini üzündən götürdü, papirosun yanıb qurtardığına təəssüf edirmiş kimi onu tələsik bir-iki dəfə sorub kötüyünü külqabına bastı, stəkandan bir qurtum içdi. Bayaqdan qarşısında nigaran oturub sualının cavabını gözləyən arvadı axırda dözə bilmədi. Ürəyimizi daha niyə üzürsən? Bir dillənsənə, mən uşaq deyiləm, görürəm nəsə var, iclas zad olmayıb ki. Yox canım, elə şey deyil. Elçilik məsələsidir. Elçilik, qız almaq, oğul evləndirmək. Dımbıdı. Qollarını yana açıb əyani şəkildə nümayiş etdirdi. Elə bil acığını arvadından almaq istəyirdi. İndi başa düşdünmü? Daha niyə hirslənirsən? Toydan yaxşı nə var ki? Əlbəttə, toy yaxşı şeydir, ancaq baxır kimin üçün? Birini yağlayır, birini də mənim kimi dağlayır. Fəridə qaşqabağını turşutdu. Yaxşı, yenə başlama. Sənin xasiyyətindir. Kimi acığın tutsa, ağzının acısını mənim üstümə tökürsən. Ancaq maraq acığa güc gəldi. Bu vəziyyətdə çox qala bilmədi. Stulunu ərinə bir qədər yaxın çəkdi. Kimdir səni elçiliyə göndərən? Kimə göndərir ay kişi? Tuz Kazımı tanıyırsan? Arvadı heyrətləndi. Tuz Kazımı? Onu tanımayan olar. O nə əcəb səni elçiliyə göndərir? Yəni elə bir adam tapa bilmədi. İndi də Midhət müəllimin qaşları çatıldı. Tərs-tərs arvadına baxdı. Necə yəni? Bir-iki dəfə udqunub fısıldadı. Yəni mən adam deyiləm? O mənada demədim, evin tikilsin. Elə hər şeydən əsəbləşirsən. Yəni demək istəyirəm ki, nə əcəb özü kimlərindən hörmətli adamların ərinin zəhmli baxışlarını görəndə dili topuq çaldı. İstəyirəm ki, deyəm belə maşınlardan niyə göndərmir? Göndərib bir şey çıxmayıb. Bilmirəm hansı mərdimazar salıb məni ağlına. İndi əl çəkmir yaxamdan, deyir gərək sən gedəsən, səndən başqa bu işi düzəldən olmaz. Fəridənin rəngi ruh açıldı, stulunu biraz da yaxın çəkdi ərinə, maraqla parıldayan gözlərini ona zillədi. Kimdir o? Yəni elə adamın da elçisini qaytararlar? Qaytararlar. Midhət müəllim arvadını yamsıladı. Görürsən ki, qaytarırlar. Sən hamını öz arşınınla ölçürsən. Məsələ tuzluqda deyil. Abdullah savadsız adamdır, bunu başa düşür. Amma sən orta məktəb qurtarmısan, başa düşmürsən. Hansı Abdullahdır ay Midhət o? Suçu Abdullah, elçisini geri qaytarıb dəfələrlə. Sən nə danışırsan ay kişi? Lütün biridir ki, o da elçi qaytarır. Özü də gör kimin elçisini. Midhət müəllim tənəli bir mütilliklə çiynini çəkdi. Nə bilim, görürsən ki, qaytarırlar. Qaytarmasaydı mənim üstümə düşməzdi ki. Gedib əməlli başlı adam tapardı sənin dediklərindən. Dünyanın işinə bax. Fəridə bərkdən köksünü ötürdü. Midhət müəllim papirosunun birində yandırdı, stulunu kənara çəkdi. Arvadı soruşdu. Yaxşı, hansı qızını istəyir Abdullah'nın? Hansı oğlunu istəyir? Belə zərnişanı, belə məmişə, bildinmi? Beləsinə deyiblər ki, kasıbın baxtı açılanda gözünü Allah yumar. Onu sənin kimləri deyiblər? Fəridənin gözləri yol çəkdi. 2 gün əvvəl bulaqdan su gətirəndə Kazımın birinci arvadının dediyi sözləri xatırladı. Midhət müəllimə bir işimiz düşüb. Düzəltsə sənə bir paltar yuyan maşın peşkeş eləyəcəm. Özü də lap bahalısından. Midhət müəllim çayını içib əyni dəyişdi, divana uzanıb əllərini boynunda çarpazladı, gözlərini tavana dikdi. Arvadı mətbəxə keçdi. Midhət müəllim yaman çətinə düşmüşdü. Nə qədər fikirləşirdisə çıxış yolu tapa bilmirdi. Kazımın təklifindən bir neçə dəfə müxtəlif bəhanələrlə boyun qaçırmışdı, açıq-açığına yox da deyə bilmirdi. Yaxın qonşu idi, hərdən karı gəlirdi. Midhət müəllim evini tikdirəndə ondan xeyli borc pul götürmüşdü. Qaytaranda da bir qədər gecikdirmişdi. Haqq vəkili Kazım özü də onu heç tələsdirməmişdi. Söz düşəndə gülümsəmiş, darıxma Midhət müəllim, nə vaxt olanda qaytararsan, qaçmırıq ki, demişdi. Yolda izdə rast gələndə maşınını birbaş sürüb keçməmiş, saxlayıb oturmağı təklif etmişdi. Midhət müəllim ondan heç bir pislik görməmişdi. Ancaq 2 mərtəbəli, 6 otaqlı imarətinə
doqqazından dalbadal çıxan maşınlarına, həyətində qoşa gəzən arvadlarına baxanda istər-istəməz içəridən qovurulurdu. Elə bir böyük qulluğu da yox idi ki, küsənə idi. Gah bağ briqadiri, gah maldaşıyan, gah tədarükçü olurdu. Hərəsində də çox işləsəydi 1-2 il. Sonra fikri Kazımdan ayrılıb oğluna getdi. Orta məktəbi qurtarana qədər məmişə dərs demişdi. Onun bir dəfə də 3-dən artıq qiymət aldığını xatırlamırdı. Dəfələrlə valideynini məktəbə çağırtdırmışdı. Kazım hər dəfə onu dinləmiş, axırda da ehmalca gülümsəyib, uşaqdır, başa düşmür müəllim, bir təhri ola bir, demişdi. Deyilənə görə Məmiş indi kənd təsərrüfatı institutunun qiyabi şöbəsində oxuyurdu. Ancaq Mithət müəllim onu Göy Volqadan ayrıldığını görməmişdi. Sonrağı gündə bir şəhərdən gəlirdi. Fikrində elçilik elədi, zərnişanı Məmiş aldı, sonra uşaqları oldu, ikinci Məmiş, üçüncü Məmiş, ikinci Kazım, üçüncü Kazım, kişi bəsdir deyə qeyri-ixtiyarı qışqıraraq əlləri ilə qulaqlarını qapadı. İçəri girən arvadı üzümlə dolu boş qabı stolun üstünə qoyub təəccüblə soruşdu. Kimə qışqırırdın ay kişi? Qulaqlarını niyə tutubsan? Mithət müəllim qalxıb oturdu, dizlərinə dirsəkləndi, başını əlləri arasına aldı. Bu cinayətdir, bu cinayətdir, cinayətdir. Nə cinayətdir ay kişi? Yenə nə başlamısan deyinməyə? Adam xeyir işin qabağından bəd danışmaz. Mithət müəllim başını əlləri arasından çıxarıb dikəldi, qəzəbli gözlərini arvadına zillədi. Nədir xeyir iş? Nədən bilirsən xeyir olduğunu? Heç gələcəyini fikirləşirsən? Əlbəttə fikirləşirəm. Gəl otur, bu üzümdən ağzını al. Ağlın başına gəlsin, sonra danışaq. Mithət müəllim əlini yelləyib qalxdı, otağı dörd dolanıb stola yaxınlaşdı. İri keçi əmcəyi salxımlarından birini götürdü, barmaq kimi uzun, sarı gilləri bir-bir ağzına atdı. Qurtaranda qayıdıb arvadı ilə üz-üzə oturdu. Nə fikirləşirsən? Sən əminsənmi ki, bu iş düzəlsə yaxşı olacaq? Acığına gəlməsin ay ki, yaman bir təhər adamsan. Elə hər şeyə qulp qoyursan, hər şeydən ötürü əsəbləşirsən, baş sındırırsan. İndi burada nə var ki? Səhərdən gah qulağını tutursan, gah başını. Xeyir işdir, daha da kömək eləmək lazımdır ki, o uşaq da bir gün görsün. Abdullahın bir çətən külfəti var. Qoy yeyəni biraz alsın. Nə olub? Allahına şükür eləsin. Hamı Kazıma küsənir. Getsin, yesin, içsin. Atası evinə də arada bir görün baxım olar. Mithətin başı uzun boynunun üstündə bir müddət saat kəfkiri kimi sağa sola yırğalandı. Yenə qarın fəlsəfəsi, yenə yemək içmək. Fəridə əlindəki salxım cecəsini boş qaba tullayıb ciddi baxışlarla ərini bir müddət süzdü. Sonra dərindən köksünü ötürüb dedi. Niyə özünü hamıdan ağıllı hesab eləyirsən? Ağıllı olub nə eləyibsən? Nə olub Kazıma? Niyə bəyənmirsən onu? Allahdan əməlli məktəb də görməyib. Digəl onun dolanışığına bax, gün güzəranına bax. Qapısından maşınları qoşa çıxır. Amma sənin bir eşşək araban da yoxdur. Nəyə lazımdır quru savad? İşin gücü filosofluq eləməkdir. Mithət müəllim qutudan papiros götürüb yandırdı. Tüstünü ciyərlərinə çəkib stola dirsəkləndi. Qaşları çatıldı. Arı güzü qaradan ötüb kömürə çaldı. Amma bir kəlmə danışmadı. Bəlkə Fəridə düzdür. Mən həyatı başa düşmürəm. Bəlkə Kazım haqlıdır. Bəlkə mən doğrudan da egoistim. Dirsəkləri çeyyəndə köksünü ötürdü. Qalxdı, sönmüş papirosunu külqabına basıb təzəsini yandırdı. Pəncərənin qabağına gəldi, həyətə göz gəzdirdi. Fəridə kiçik qızı ilə birlikdə bağda üzüm dərirdi. Toyuqlar pəyənin girəcəyindəki ləyinə tökülmüş əzik pomidorları dimdikləyirdi. Naxırdan ayrılıb qayıtmış tay buynuz inək qarağacın dibində qabağına tökülmüş çalışı tənbəl-tənbəl kövşəyir, ara bir yola tərəf şişəlib imrənir. Balasının qayıtmasını gözləyirdi. Kazımın sözləri yadına düşdü. Öz-özünə pıçıldadı. Mən Kazımı niyə qınayıram? Zərnişan yaxşı qızdır, su sonası kimi gözəl, tərbiyəli, işgüzar, təmiz. Yaxşını kim istəməz? Məmişin özü bir şey olmasa da, deyəsən zövqü pis deyil. Sonra Kazımın sözünü xatırladı. Uşağın gözü tutub, deyir olsa o olacaq, olmasa heç kəs. Mən də dərinə getmirəm. Kim istəyir qoy alsın. Bu zalim oğul da tərsləşib. Gərək bu işi yoluna qoyasan, borclu qalmarıq. Papirosu pəncərədən bayır atdı, qayıdıb divana uzandı, gözlərini üç lampalı çılçırağa zillədi. Ucadan təkrar etdi. Borclu qalmarıq, borclu qalmarıq. Onun səsinə içəri girən Fəridə yenə təəccüb elədi. Nə olub ay kişi? Burada kiminlə danışırsan? Səndən çıxan iş deyil. Mithət müəllim arvadına yaxına gəlmək işarə elədi.
Onun əhvalının yaxşılaşmasından sevinən Fəridə divanın küncündə oturdu. Kazım bilirsən nə deyir? Nə deyir? Deyir bu işi yoluna qoysan borclu qalmarıq. Fəridə gülümsədi. Ərinə bir qədər də yaxınlaşdı. Mənim də qulağıma dəyib. O gündən bulaqdan su gətirirdim. Mehrinsə dedi, neynirsən bu qədər suyu? Dedim, paltar yuyuram. Dedi, Mithət müəllimə bir işimiz düşüb. Düzəltsə sənə bir paltar yuyan maşın peşkək eləyəcəm. Özü də lap bahalısından. Sonra ara tündləşdi. Daha öyrənə bilmədim ki, nə işdir. Doğrudan mı? Deyirsən gedim? Xeyli qazancımız olar, hə? Əllərini sabun aparmaz, canı rahat olar. Fəridə qaşqabağını turşutdu. Bilmirəm burada nə var ki, sən belə çək-çevirə salıbsın. Həm savab qazanarsan, yaxşılıq eləyib, iş düzəldərsən, həm də xeyrimiz olar. İndi kimdir əlinə paltar yuyan? Deməkdən də yorulmuşam. Qulağının birindən alırsan, o birindən buraxırsan. Yaxşı, sən deyən olsun. Köynəyimi tülə, pencək şalvarımı şötkələ, ayaqqabılarımı sil. Gərək hamısı səliqəli olsun. Ax elçiyə gedirəm. Ay kişi, sən Allah doğru mu deyirsən? Səndən gözüm su içmir, sən Allah tərslik eləmə. Əlbəttə doğru deyirəm, zarafat deyil. Bir paltar yuyan maşın özü də yaxşısı. Öz ümidimə qalsa bir ilə də ala bilmərəm, sənə yazığım gəlir. Qurban olmayım Mithət, axır ki yola gəldin. Sevincək qalxıb qonşu otağa keçdi, Mithət şifonerin cırıltısını eşitdi. Ütünün cərəyana qoşulduğunu hiss etdi, dodaqları qaçdı, arxası üst uzanıb ayağını ayağının üstünə aşırdı. Qıyılmış gözləri yavaş-yavaş örtüldü. Onu yuxudan maşın siqnalı ayırtdı. Az sonra Fəridə hövlünə içəri girdi, sevinclə xəbər verdi. Ay kişi, Kazım maşın göndərib, deyib ki, Abdullah çöldən qayıdıb. Qalx, paltarın da hazırdır. Geyin get. Mithət müəllim gərnəşib qalxdı. De ki, maşın lazım deyil, piyada gedəcəyim. Kişi dalınca maşın göndərib, minə bilmirsənmi? Biraz da hörmətli düşər. Piyada niyə gedirsən? Ceyranlı Volqanı qoyub? Mithət müəllim çubuq kimi nazik, uzun barmağını dodaqlarının üstünə qoyub sus işarəsi verdi, yavaşca dedi. Arvad, minsəm, ayaqlarım maşının dadını görər. Adətkar olar, sonra sözümə baxmazlar, get dediyimi də de. Fəridə onu hirsləndirə biləcəyindən qorxduğu üçün sözünü boğazından qaytardı. Buna çox etibar yoxdur, bir də fikrim dəyişər deyə köksünü ötürüb doqqazda gözləyən maşına yaxınlaşdı. Sür get qadın alım. Deyir, maşın lazım deyil, piyada gedəcəyəm. Çiynini çəkdi. Yəni, neyləyim, bu da belə adamdır. Sürücü himəbənd imiş. Maşını geri hərləyib qazartırdı. Mithət müəllim arvadının ütülədiyi ağipək köynəyini, şötkələyib təmizlədiyi qara kostyumunu, silindiyindən lak kimi parıldayan qara tufillərini geydi, şifonerin boylama güzgüsünün qabağına keçib özünə, ətrafında fırfıra kimi fırlanan arvadına müəmmalı bir nəzər saldı. Deyəsən elçidən çox təzə bəyə oxşayırım arvad, qorxmursanmı birdən fikrimi dəyişərəm? Fəridə qaşlarını süzdürüb xəyalı rəqibi haqqında dedi. Mənim əlim bala batıb, onunki da yağa batacaq. Yubanma, o yan bu yana gedər. Mithət müəllim yolla getmədi. Bağların arası ilə uzanan kəsmə cığıra düşdü. Suçu Abdullah həyətdə bel saplayırdı. Mithət müəllimi görəndə beli divara söykədi, mırıldayan bozitə acıqlanaraq tez dostunun qabağına gəldi, əlini qabarlı əlləri arasında sıxıb xeyli silkələdi. Ay sən xoş gəlibsən, ay sən səfa gətiribsən Mithət müəllim, vəfalısan, unutmursan dostunu. Hal əhval tutdular, canbaşlarını soruşdular. Kəllə otağa keçdilər. O biri otaqlar hələ nizamlanmamışdı. Kəllə otağı qonaq-qara üçün hazırlamışdılar. Mithət pəncərənin yaxınlığında oturub pencəyinin yaxasını açdı, qalstukunu boşaltdı, içəriyə göz gəzdirdi. Elə bahalı mebel olmasa da səliqəli idi otaq, xoşuna gəldi. Maşallah, yaxşı düzəltmisən Abdullah. Uşaqlar, anaları gəlib qonaqla əl tutdular. Zərnişan güllü məcməydə mürəbbəli çay gətirdi. Utansa da sevincək görüşdü müəlliminin ailəsini, uşaqlarını soruşdu. Mithət müəllim gözaltı onun boy-buxununa cazibədar, buğdayı çöhrəsinə nəzər saldı, gülümsədi. Maşallah, yekəcə qız olmuşsan. Oxumağı necədir? Pis deyil müəllim, çox sağ olun. Yaxşı oxu, bəziləri qiyabi oxumağa barmaq arası baxırlar. Ancaq hər şey adamın özündən asıldır. Zərnişan getdi. Mithət müəllimlə suçu Abdullah bir qədər çöldən, tarladan danışdılar, əskərlik həyatlarını, əsirliklərini xatırladılar, çay içdilər. Ancaq söhbətləri həmişəki kimi rəvan getmirdi. Daha doğrusu həmişə Abdullah onu söhbətə çəkirdi. Mithət müəllim susur, duruxur, qurcuxurdu. O süfrəyə qoyulan çığırtmanı da həmişəki iştahlı yemədi.
Ara bir zərnişana baxır, fikrə gedirdi. Dostunun bu halı Suçunun nəzərindən yayınmadı. Xörək yığışdırılıb ara sakitləşəndə soruşdu. Mithət müəllim, gözümə bir tər dəyirsən. Bir şey olmayıb ki. Mithət müəllim dərindən nəfəs aldı, qalstukunu biraz da boşaltdı. Niyə soruşmursan, nəyə gəlmişəm? Suçu ülgücdən sonra çal tükləri təzəcə uzanan başını iri əli ilə bir qədər sürtüb təəccüblə baxdı. Nə üçün soruşum? Həmişə gəldiyin ev deyilmi? İndi həmişə kimi gəlməmişəm, vid fasonumu görmürsən? İndi sənin yanına iş üçün gəlmişəm. Gərək necə olursa olsun, düzəldəsən. Suçu güldü. Sənin məzən olsun, Mithət müəllim. Yəni elə iş olarmı ki, sən mənə ağız açasan, mən düzəltməyəm? Olar Abdulla, olar. Dostluq öz yerində. Yox Mithət müəllim, bu sözünə şərik deyiləm. Mənim sənə yox deməyə dilim gəlməz. Mithət müəllim köksünü ötürdü. Elə işləri çətinləşdirən də budur. Bir müddət sustular. Abdulla nigarançılıq, həyəcan, dostu sıxıntı içində. Mən buraya elçiliyə gəlmişim Abdulla. Özümü də Kazım göndərib. Suçu Abdullanın elə bil üstünə su ələndi. Mis rəngi ağarıb kağıza döndü, üzündəki qırışları dərinləşib, dolaşıq cizgilərə çevrildi, göyümtül gözlər böyüdü, baxa-baxa qaldı. Mithət müəllim ürəyinin dərinliklərində kəskin bir ağrı hiss etdi, gözləri doldu, udqundu, ancaq gec idi. Söz ağzından çıxmış, öz işini görmüşdü. Yəqin ki, eşitməmiş olmazsan, atalar deyiblər ki, qız ağacı qoz ağacıdır. Hərə bir salba atar. Suçunun enli, düz sinəsi enib qalxdı. Eşitmişəm Mithət müəllim, amma məni çarıxdıran budur ki, adam necə öz balasına elçilik eləyə bilər? Sən özün onun cavabını verə bilmirdinmi? Məni təzə mi tanıyırsan? Mithət müəllim çayını qabağına çəkib bir qurtum aldı. Tanıyıram Abdulla, doğrusu cavab vermək istədim, ancaq cəsarətim çatmadı. Suçu qabağa əyildi. Cəsarətin çatmadı? Mithət müəllimin cəsarəti çatmadı? Sən orada qızıl güllənin altında, cəllad süngüsünün qabağında əyilmədin, indi cəsarətin çatmadı? Görünür qocalıqdandır Abdulla, qocalıram. Gülümsədim. Bir də axı, danışmağın nə ziyanı var? Əl çəkmədilər, mən də gəldim. Həm də fikirləşirəm ki, bəlkə yaxşı olar, axı adama dolanmaq da lazımdır. Bəlkə biz yanılırıq. Mithət müəllim, görürəm deməyə çətinlik çəkirsən, ancaq başa düşürəm, varı dövləti qapısında maşınları. Qızın bir gün görər. Əllərini qabaq uzadıb açdı. Əlləri qabar bağlamaz. Nimdaş köynəyindən tutub silkələdi. Belə çitmit geyməz, eləmi? Mithət müəllim imtahanda verilmiş sualın cavabını bilməyən şagirdlərinin halını indi daha yaxşı hiss edirdi. Açığını desən, lap elə, qoy uşaq gedib bir gün görsün. Axı, nə dərdi bizə qalıb? Kim necə yaşayır? Bizə ki, bir ziyanı Suçunun gözləri yol çəkdi, sonra başını qaldırıb dedi, Mithət müəllim, əlbəttə, sən məndən ağıllı adamsan, oxumuşsan, çox bilirsən. Ancaq mənim də az-çox başa düşdüyüm şeylər var. Bax, elə mənim öz işimdən danışaq, taxılları götürək. Sarı, sarmaşığı görübsənmi taxılda? Nə kök olur, nə barı bitkiyə dolaşıb şirəsini sorur. Böyüməyə, bar verməyə qoymur. Əgər taxılı sulayanda, gübrələyəndə onu təmizləməsən, bütün zəmini basar. Birdən də götürə bilməzsən. Bir qədər durxub əlavə etdi. Mənim deyəcəyim budur. İndi özün bil, o qız, o da sən. Kimə istəyirsən ver. Kəsdiyimiz duz çörək haqqı ürəkdən deyirəm. Başı sinəsinə əyilmiş Mithət müəllim handan-hana dilləndi. Bəlkə uşağın özünün meyli var, bilmək olmaz. Sən nə danışırsan Mithət müəllim, o mənim balamdır, o bu əllərin çörəyini yeyib. Qulağıma çatdırıb ki, dünyada bir o qalsa, bir də mən yenə bu iş baş tutmaz. Ayağa qalxdılar. Mithət müəllim qolunu Abdullanın boynuna saldı, səsini lap alçatdı. Qızın ayrı gözaltısı adı yoxdur ki. Deyəsən, Məhəmmədin oğluna meyli var. O da hələ oxuyur, əlləri aşağıdır, toya gücləri çatmaz. Mithət məktəbdə zərnişanla tez-tez qoşa gördüyü şüvərək qarayanız oğlanı xatırlayanda dodaqları qaçdı. Nəcəf yaxşı oğlandır, toyunu gözləmək də olar, eybi yoxdur. Ancaq denən üzükdən zaddan gətirsin, ad eləsin. Qıza da tapşır ehtiyatlı durub otursun, bunlarda nə desən çıxar. Doqqazda qucaqlaşıb ayrıldılar. Artıq qaranlıq idi. Bağların arası ilə getmək çətin olardı. Mithət müəllim böyük yola çıxdı. Getdikcə Fəridəyə verəcəyi cavabı fikirləşir, dodaqları qaçırdı. Arvad, məni bağışla, paltarı əlinlə yumalı olacaqsan.